Bir baxın görün ki, necə camaat Maduronun getməyinə sevinir. Azərbaycan vətəndaşlarının əksəriyyəti necə amin yazır ki, inşallah İlham Əliyev də gedəcək. Aydındır? Hə, Madurodan betərdir İlham Əliyev. 6-cı ilə gedirik, sərhədlərimiz bağlıdır. Quru sərhədlərimiz 6-cı ildir bağlıdır. Quru sərhədlərimiz 6-cı ildir bağlıdır. Nəyi qoyub nəyi axtarır? Bu günləri təlaş içində baxırlar, İranda vəziyyət gərgindir. Bəs nə oldu? O qəhbə mətbuatlar, Bozqurd, nə bilim, Traktor belə gəldi, İran Azərbaycanlıları, İlham Əliyev 60 milyonun prezidentidir. Və niyə bugün İlham Əliyev və onun mətbuatı şeydə İranda, Təbrizdə qırılan, üsyan eləyən Azərbaycanlılara sahib çıxmır? Çıxın da. Ancaq elə dildə piləməyi bilirsiniz. Hə? Çıxın da sahib. Və orada 40 milyon, 50 milyon Azərbaycanlı və 50-60 milyonun prezidenti İlham Əliyev olanda bugün İlham Əliyev onların prezidenti deyil. Hələ də fəxrlə deyirlər ki, biz sərhədləri bağlı saxlamasaydıq, oradan soydaşlarımız bizə gələrdi. Bəs İlham Əliyev nə vaxt soydaşlarımızın prezidenti olacaq ki? Ona görə də mən ona görə verilişləri açacağam ki, İran, Gürcüstan, artıq Ermənistan demokratiyadır. İran, Gürcüstan qonşularımız və Azərbaycanda dəyişiklik hökmən olacaq. Artıq İlham Əliyev, nə bilim, getdi Şaxdağda sürüşdü, neynədi? Bunlar keçmir. İlham Əliyev dünən Şaxdağa sürüşməyə getməyinə baxardı ki, Bakının yolları, Şamaxı yolu, Quba-Qusar yolu, necə rayonlar, Şəki, necə qar basıbdı hər yeri, təmizləyən də yoxdur. Nə qədər sürüşüb ölənlər var, xəsarət alanlar var, suyu dolananlar var, qazı olmayanlar var. Bayırdaydım, gəzə-gəzə gəldim, istiləndim, köynəkli, qısa qol köynəkli oturmuşam. And olsun Allaha pəncərəm açıq. Niyə? Niyə də qardaş? Buranın nə nefti var, nə qazı var, nə sokarı var. Niyə? Çünki insan, ən böyük varlıq insandır. Dövlət dediyin, dövlətin bir nümayəndəsi mən. Biri Zəki dayı, biri o birisi. Biz olduqca dövlət var da. Dövlət o demək deyil ki, İlham Əliyev yan yörəsinə alkoqolik Zakir Qarolov kimi qəhbə saxlayanları yığacaq, Kamran Əliyev kimi peysərləri yığacaq. Onların da bütün qızları, oğlanları hamısı vəzifədə olacaq. Bu Zakir Qarolov, bu qəhbə saxlayan, bax bu. İlqar Hacıyevin bütün akkor şirkətlərini əlindən alıb. Xeyr ola. Prokuror olub. Mən deyirdim ona. Niyə İlqar Hacıyevin bu günləri şirkətləri əlindən alıb? İlqar Hacıyev tikirdi də Akkordun binaları. O vaxt mən neçə dənə ev satmışam Akkordda. Kreditlə 200 dollara, 150 dollara kreditlə evlər verir. Pis iş görürdü ki İlqar Hacıyev. Bütün rüşvətlə neynərlər, pullarını əlindən aldılar. Dünən mənə bir video göndərib, mən həmin sılkanı paylaşdım. İlqar Hacıyevin oğlu qaydasız döyüş üzrə çempion oldu. Azərbaycanın adı ilə olsun da. Niyə? Yenə deyirəm, hansı bir məmurun da demirsiniz, yaxşı da, demirsiniz ki, prezident İlham Əliyev belə elə. Bir dənə prezidenti qoruyan adam göstərin də, açıq. Bir dənə qoruyan şeydir, Zahid Oruçdur, söylür. Siyavuşdur, söylür. Nə bilim, Elman Nəsirovdur, qızına sahib çıxa bilmir, deyir ki, qızıma bir şey olan kimi Avropadakılar elədir. Bunlar da hamısı da söylür. Mirşahin deyir, söylür. Rauf da söylür, məsələn, Raufu məni şantaj elədiyinə görə söylürəm. Qoşur İlham Əliyevə ki, güya bu İlham Əliyevə sədaqətlidir, mən ona görə söylürəm. Hamısı bunlar ancaq öz çıxarlarına görə, ancaq öz qəhbə ailəsini dolandırmağına görə. Bir köpəyoğlu demək ki, biz xalq işlədən yox deyə, biz devlətə sədaqətliyik, biz İlham Əliyevə sədaqətliyik. Ay bu köpəyoğlu qurmusaq, sən ağzımı açırlar. Bir deyin ki, mən Azərbaycan xalqına sadiqəm, xalqa xidmət elədiyinə görə prezidentə sadiqəm. Yox, mən prezidentə sadiqəm. Allah başa düşdükdə onun adamısan. Kişi ol, özün adam ol. Mənliyin olsun. Yoxdur bunlardan. Bir qiriyyətlər də, deyirəm də, 69-dan bunların qanının içinə pox qoydular. Ondan sonra doğulanlardır da bunlar. Ondan sonra görən tərbiyədir də bunlar da. Bunlar yiyəsiz qaldılar. Yiyəsiz adamın balasıdırlar. Hə? Həmən bu, nədir onun adı? Bu Arifin yanındakı balaca boy.
Əli Həsənov. Əli Həsənov Əli Həsənov. Əli Həsənov. prezidentin köməkçisi olubdu. Oliqarx deyə qəhbənin balası.